Hamı xitazanı tanıyır, amma xitazan nə üçün faydalıdır, heç kimin dəqiq bir məlumatı yoxdur. Nə deyə bilərsiniz bununla bağlı? Xitazan günümüzün əsas qida əlavələrindən biridir. Təsəvvür edin, nə qədər qidalanma, fast foodlar, energetiklər, konservalar, marketinq tərəfi məhsullarını düşünün. Qatqıları, ye qatqıları, nə bilim filan. Bunların hamısı orqanizmi zəhərləyir. Dərmanlar orqanizmi zəhərləyir. Yediyimiz qidaları qarışdırıb məclislərdə, toylarda təsəvvür edin. 1 saat, 2 saat ərzində nə qədər qida qəbul edirik, hamısı müxtəlif. Meyvə tutmuş, kebab, araq və s. Bunlar hamısı orqanizmi zəhərləyir və orqanizmin çökməsinə, immunitetin zəifləməsinə səbəbiyyət verir. Xitazan tək məhsuldur ki, orqanizmi köhlü, hüceyrə şəklində təmizləyir. Mədədə təsəvvür edin süpürgə götürüb mədəni süpürürsünüz, bağırsaqları süpürürsünüz. Təmizləyir və beləliklə də bütün sistemin rahat işləməsinə mədədə, qaraciyərdə, böyrəkdə çöküntüləri aradan qaldırır, damarlarda olan tıxanlıqları təmizləyir, beləcə təzyiqi normallaşdırır, həzmi normallaşdırır, mədə-altının işin vəzini normallaşdırır və insanı sağlam edir. Əslində baxsan, qaraciyərdə, mədədə, böyrəkdə, mədə-altı vəzdə ağrı, hissiyyat yoxdur. Onlar susurlar, siqnallar verirlər, təzyiqi qaldırırlar, qışqırırlar, fikir vermirik, o siqnalları qəbul etmirik və altı bıçağa dönəndə, əməliyyata kəsib atmağa gələndə ayılırıq. Onda da gec olur. Əgər bu problemlərlə üzləşmək istəmirsinizsə, xitazan günümüzün 12 yaşdan böyük uşaqlara hər gün daimi şəkildə qəbul ediləsi bioloji aktiv qida əlavəsidir. Əgər maraqlıdırsa, səhifədəki nömrədən əlaqə saxlayın.